Göygöldə fermaya silahlı basqın, Qarabağda, Qarabağ ətrafı rayonlarda silahlı basqınlar çoxalıbdır. Bu Əfqanıstan və PKK terror örgütlərinin işidir və bilirsiniz ki də bunlar həmişə Bəylər Əyyubovdan işləyirlər. Əllərində avtomat. Əlində avtomata baxın. Maskaların əlində avtomata baxın. Qoyunları oğurladılar, quzular anasız qaldı. Nə uğraş qəhbadam olasan sənə? Qoyunları oğurlayıblar, quzular ac qalıb. Yazıq kişi idi. Oğurlar gəlib əl avtomatdı. Hadisə vaxtı gözətçi yatdığına görə oğurların gəlməyindən xəbər olmayıb. Bu quzular daşından ölürlər. Mələklər anası yoxdur. Körpə quzulardır. 10 günlük, 5 günlük, 20 günlük quzulardır. Hamısı öləcək, hamısı məhv ölüb gedəcək. Heç asla bir dənəsə qalandı ölüb bu quzuları. Ölməz də bu qədər quzu hayf məhv olacaq. Məcburluqda yazığımız gəlir. Oğrular adi qaydada yox, maskalı, əli avtomat silahlı hücuma keçib kəndlərə. Bunları polis tapmır. Tapmaqda da, axtarmaqda da polis maraqlı deyil. Sadəcə medianı ora töküb cəmaatın şikayətini işıqlandırırlar ki, insanlar ayağa qalxmasın, etiraza qalxmasın. Bunlar İlham Əliyevin gətirdiyi, Qarabağa gətirdiyi Əfqan və Suriya silahlı dəstələridir. Xüsusilə onlara görə büdcədən hərbi xərclər artırılıb. Hərbi xərclər 4 milyarddan 9 milyarda qaldırılıbdır. Bu pulun bir hissəsi Qarabağda, yeraltı sığınacaqlarda və ferma tipli kazarmalarda yerləşdirilmiş silahlı Əfqan və Suriyalılara ərzaq, geyim, silah təchizatı üçün bu böyük məbləğ xərclənəcək. Ala, yeni bir hücum. Ala bax, bilirsiniz də Əfqanlar zada onlara atı çox lazımdır. Həm yeməyə, həm də ora bura getməyə. Baxın. Altına keçən gecə atı buradan atılıb aparıblar. Sentyabrın 28-dən 29-una keçən gecədə qoyunumuza aparıblar 27 baş. 10 baş qoyundu, 10 baş keçidi, 7-də başda çəpişdirəm 27 baş. Ağstafa sakinləri təşviş içindədir. Onlar bildirirlər ki, gecə saatlarında peyda olan oğrular həm atlara, həm də xırda buynuzlu heyvanlara qənim kəsiliblər. 3 baş at idi. Bunlar yerdə qalıb kəndiri kəsib bıçaqla minib aparıb gediblər. 3 at da məndən yedi. 2 ay bundan öncə. Ayın 8-ci gün. 17 at gedib cəmilikdə. İyul ayından bəri kəndimizdə mütəmmədi at oğruqları gedir. Bu ata oxşar bir atım var idi, onu uğradılar. Avqust ayının 3-dən 4-ünə keçən gecəsi. Xahiş edirəm bizə köməklik edin. Çox qorxu içində yaşayırıq.